Vaxtınız xeyir olsun, dəyərli Paraqraf TV izləyiciləri. Bu günləri qonağımız dəyərli Qərbi Azərbaycanın ziyalısı, professorumuz Misir Mərdanovdur. Misir müəllim, xoş gəldik. Təşəkkür edirəm. Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev hər çıxışında, hər görüşündə, istər yerli olsun, istər beynəlxalq olsun, bu məsələni önə gətirir. Azərbaycanlılar bugün bizə qonşu olan ölkələrdə uzun müddət yaşayıblar. Ora onların tarixi vətənidir. Və heç kəsdən də bizim bir dənə qonşumuz Ermənistandan fərqli olaraq heç kəsdən indiyə qədər ciddi bir problem yaşamamış. Bugün də Azərbaycanda öz ata-baba yurdunda yaşayır. Yalnız Ermənistanın bəzi erməni siyasətçilərinin separatçı mövqelərinin nəticəsində Böyük Ermənistan qurmaq həvəsinin nəticəsində bu məsələ qalxıb bir neçə dəfə 88-ci ildə pik həddini gəlib. Oradan bizim soydaşlarımız zorla Dədəbaba yurdunu boğulublar və Azərbaycan Qarabağ problemini həll edəndən sonra cənab Prezident icmanın açılışında dedi ki, artıq biz bu problemi həll eləmişik. Bu problemi həll edənə qədər hamı Qarabağlı idi. Bugün isə Qarabağ problemi həll olub, amma Qərbi Azərbaycanlı. Və biz Ermənistana heç bir ərazi iddiamız yoxdur. Onunla dava eləməkdə istəmək son çıxışlarında dedi. Müharibə bitibdir. Şuralar, əhali Ermənistan rəhbəri də bunu deyir, bizimki də deyir ki, bir neçə ildir ki, qan tökülmür sərhədlərdə. Hətta Azərbaycan nefti və digər məsələlərdə Ermənistana köməkli, neftlə bağlı, taxılın buradan keçməsi köməkli və getdikcə bu məsələ yavaş-yavaş öz əlini tapır. Mənə belə gəlir ki, ağlı başında olan erməni də, digərləri də bu reallığı qəbul etməlidir və biz yaxın gələcəkdə avtomatla, silahla, topla, tankla deyil, öz avtomobillərimizlə, məsələn, mən o yerləri çox gözəl tanıyıram. Bugün də maşınıma minib o yerlərə gedə bilərəm. Orada bizim dədə-babalarımızın, ulularımızın məzarları var. Orada bizim evlərimiz var. Orada bizim kəndlərimiz var, şəhərlərimiz var. Orada bizim yurt yerlərimiz var. Orada bizim dağlarımız, dərələrimiz, meşələrimiz, bulaqlarımız, çaylarımız var. Gedib orada qala da bilərik, görüb gələ də bilərik. Yəni bu qayıt istəyəndə biz bunu nəzərdə tuturuq. Heç kəsdən biz yenə deyirəm, ərazi iddiamız yoxdur. Ermənistan nəzə ərazisini tanıyırıq. Onlar da bizim ərazimizi tanımalıdır və onsuz şəklində normal qonşu kimi biz yaşayışımızı davam edirik. Son deportasiyadan sonra sizin səhv etməmsə səfəriniz olub. Bu olub 2000-ci illərdə öz evimizə getmişəm. Bizim evdə bir qoca kişi, bir qoca qarı yaşayırdılar. Qonşu evlərdə də elə qocalar, cavan adam görməkdə yaşayırdılar. Mən güman edirəm ki, indi üstündən görünəcə 25 ildən çox keçir bu adamlar aynasını dəyişiblər. Və mən getdim, orada nə gördüm? Bizim evimizin qarşısında böyük bir dağ var. Ağaçlar yarpaqlayanda torpaq görünməz, sıfır ağaç. Mən getdim, gördüm ki, o dağ talalara bölünür. Kəsəflər ağaçlar təmiz. Çünki görür qazı yoxdur, işıq yoxdur, nəsə məzun oldu. Yəni, getdim, gördüm və orada Azərbaycandan köçmüş ermənilərlə də görüşdüm. Gördüm ki, sadə erməni vətəndaşlarını Ermənistan... Reaksiya necə oldu sizə? Mən orada Ermənistanın prezidentinlə görüşdüm. Mən orada Ermənistanın baş nazirindən görüşdüm. Təhsil nazirindən görüşdüm. Akademiyanın prezidentinlə görüşdüm. Onlar əvvəlcədən bilirlər ki, mən Ecevan rayonunun Salah kəndindənəm. Məndən soruşdular ki, nə istəyirsən? Mən də dedim ki, kəndimizə getmək istəyirəm. Və mənə şərait tərəfına getdim öz kəndimizə. Getdim, gördüm. Gələndə də kənddən öz qapımızdan bir torba torpaq götürdüm. Qulağımızdan da bir qab su götürdüm. Onu gətirib saxlayırdım. Atamın rəhmətə gedəndə hərəsinin üstünə o torpaqdan bir ovuc atdım. Cəmaatı başıma yıxıldı, nə gördü, nə inədi. Nə var, hamısını danışdım. Hətta videoda çəkmişdim. Onu da televizorda verdim onu. Əminəm ki, tezliklə biz o torpaqlara qayıdacağıq. Çünki bunu cənab prezident deyib, bunu adi bir adam deməyibdir.
ve son illerde görmüşük ki prezident ne vaxt vermək lazım olduğunu yaxşı bilir və dediklərinin də hamısını əmələ çevirir, əmələ həyata keçirir. Necə ki bugün Qarabağda, Laçında, Kəlbəcərdə və digər ərazilərdə çox ciddi qorxuluq işləri. Mən 2 dəfə Şuşada olmuşam, Ağdamda olmuşam, Xankəndində olmuşam, Laçında olmuşam, Kəlbəcərdə olmuşam. Bu şeylərin hamısını görürük. Çox işlər görülür. Hər zaman çıxışlarınızda da bildirirsiniz ki, mütləq şəkildə bir insan minimum 2 dil bilməlidir. Sizcə biz Azərbaycan milləti olaraq erməni dili öyrənməliyikmi? Bu iş yerinə gələndə xadimə ilə rastlaşdım. Görürəm, Zərzər xanım da bir yaşlı xanım. Bir iş dəfə mən onun için bunu da deyirəm, mən də Qərb Azərbaycanlıyam. Adını bilmədim. Ancaq görüşürük də səni. Dedim, harada? Dedim, mən Kirabakan'da yaşamışım. Kirabakan deyirlər oğluma. Dedim, erməncə bilərsən, dedi, xalis bu. Bir yazmağa baxmağa. Yəni, belə adamlarda var. Amma mənə belə gəldi ki, dostum da, düşmənin də dilini bilməyi, o dildə yazıb oxumağın heç bir millətə ziyanı. Yəni, sirrini öyrənə bilərsən, arxadan əfşirəsi onu öyrənə bilərsən, elmini, dilini öyrənə bilərsən, istifadə edirsən. Yəni, dil bilmək heç vaxt ziyanı yox. Hətta mən yadımdır, biz oxuyanda deyirlər ki, nə qədər dil bilsən, bir o qədər adamsan, bir o qədər şəxs. Ona görə də dil bilmək çox var. Bu çox xüsusən. Qərbi Azərbaycan icmasındakı fəaliyyətinizdən də danışardınız. Mən müsahidə Fırasının sədriyəm, müvaqqi müsəfəsi. Paramızın hər şöbənin, hər qurumun özünün tapşırıqları var. O konsepsiyadan açıq olaraq. Çalışırıq ki, o tapşırıqları yerinə yetirək. Ən vacib məsələlərdən biri oldu ki, bu dəqiqə həyatda nə qədər Qərbi Azərbaycanlı yaşayır bilək. Onlara bir şəxsiyyət vəsiqələri təqdim edirik. Məsələn, mənim şəxsiyyət vəsiqəmi göstərə bilərəm. Bax, bu mənim şəxsiyyət vəsiqəmdir. Demək, bu olandan sonra nömrəsi var da, bunu bilinir ki, neçə adam qeydiyyatdan keçib və olaq. Son məlumata görə, düzdür, tam deyil hələ, iş davam edir. Çünki bu o qədər də sadə məsələ deyil. Gərək sənədlərlə sübut eləyəsən ki, sən oralısan və yaxud da oralının evladıysan. Müəyyən olub ki, indəki 300 bindən çox təkcə Azərbaycanla, Qərbi Azərbaycanla bağlananlar. Türkiyəsi var, İranı var, Rusiyası var, başqa Orta Asiyası var, Qazaxıstanı var, hətta Amerikası var, Yaponiyası var. Mənə belə gəlir ki, milyonlarla, məsələn, təkcə bizim ailənin yarıdan çoxu bizim nəslin Türkiyədə yaşayır. Bax, belə Türkiyədə orada yaşayır. Yəni, ciddi işlər var. Bu dəqiqə Qərbi Azərbaycan icmasının İnzibatı binası bir məbədə çəkir. İnsanlar pərən-pərən düşmüş. Bir-birinə bağlı düşmüşdür. Məsələn, biz ayrı-ayrı icmalarla görüşürük. O görüşə, bir də görürsən Amerikadan gəlib, vaxtilə gedib gəlib. Şu insanlar necə bir-birinə sarılsan, necə bir-birini öpürlər, nə bilim, ayrılsın, diqqətinə qalma. Çox maraqlı hadisələr başlayır. Cənab Prezidentin göstərişi ilə Əziz müəllimin də yüksək təşəbbüsü ilə siz də sağ olun, yüksək şəkildə Azərbaycanda tədbirlər keçirilir. Bəs dünyada yaşayan Qərbi Azərbaycanlılar üçün? İcmanın rəhbərliyi Türkiyədə böyük bir konfrans keçir. Orada da bölgələrdə Qərbi Azərbaycan icmasının ofisini yaradırlar, adamlar təyin edirlər. Almaniyada eləyiblər, mənə belə gəlir, Hollandiyada eləyiblər və belə gedir. Amerikada var, Qərbi Azərbaycan icmasının mərkəzi var. Belə yavaş-yavaş projelər falan. Əsas gənclərdir. Gənclərə o yerlərin sevgisini, ruhun, o ruhda böyüməsi üçün nələr edir? Orta məktəb dərsliklərinə biz icmada qərarı almışıq. Mən o işdən bir avazda məşğul deyiləm. Orta məktəb dərsliklərində Qərbi Azərbaycanla bağlı materiallara ciddi edir. Ali məktəblərin tarix fənninin tədrisində Qərbi Azərbaycanla bağlı materiallara ciddi edilir. Telekanallarda, dövlət özünün sosial şəbəkələrdə mənə belə gəlir ki, bu məsələlərə yer verməyəm və sosial şəbəkələrdə mən düşünürəm ki, yetərincə iş aparır. Yetərincə iş aparır və aparılacaqlar. Paragraf TV-yə də öz
xeyir-duanızı vermənizi istəyərdik. Uğurlu xeyirli olsun. Uğur arzulayıram. Tələsin səbirlə, ağılla başla işinizi davam etdirin. Allah köməyiniz olsun.